Günaydın. Qaynanam səhər tezdən belə dadlı çörəklər bişirir. Keçən dəfə bişirmişdi, çox dadlıydı. İndi yenə belə gözəl çörəklər hazırlayıb. Artıq bir hissəsini yemişəm. Hamısını mən yeməmişəm, Alina da yeyib. İndi də mən Alina üçün səhər yeməyi hazırlayacağım. Evdə belə müxtəlif göyərtilər var. Onlardan hərəsindən biraz doğramaq istəyirəm və göyərti yumurta bişirəcəm. Məndən Alinanın səhər yeməyini çox soruşurdunuz. Buna görə də elə fikirləşdim ki, bu vlogda buna da yer verim. Gözəl dad versin deyə bundan istifadə edəcəm. Əslində mən göyərtini istifadə etməmişdən əvvəl suda saxlayıram, amma buradakı göyərtilərin çoxu yuyulub. Yeni əlavə etdiyim yuyulmamışdı. Buna görə də elə belə yuyacağam, suda saxlamayacağım. Biraz göyərtisi çox oldu, amma yenə də elə vitamindir. Sizə demişdim, bu yağlardan istifadə edirəm. Balaca formada alıram və Alinanın öz tavasıdır. Bunun içində rahat olur. Bundan bir parça keseceğim. Həmişə də qapağını bağlı saxlayıram. Bunda əmin oluram ki, içi də bişib. Yumurtamız pişsin, biz isə qabları yuyaq, onlar bitsin. Mən qablarımı yuyarkən sizdən isə bir xahiş edirəm ki, əgər hələ də kanalıma abunə olmamışsınızsa, zəhmət olmasa, əgər sizə zəhmət deyilsə, kanalıma abunə olun ki, mən bunda daha çox sevinirəm, daha çox motivasiya alıram və daha həvəslə vloglar çəkirəm. Buna görə də keçid edib abunə olsanız sevinərəm. Ümumiyyətlə əvvəllər daha çox abunə olurdu, amma son vloglarımda izlənməsi aşağı olduğuna görə abunə sayımda biraz çox zəif qalxır, amma inanıram ki, bu ilin sonuna kimi bəlkə 10.000 ola bilərik. Bunun üçün mən də çalışacağım. Siz də əgər məni vloglarımı sevirsinizsə, kanalıma abunə olmağı da unutmayın. Çox zaman unuduram. Mənim də sevdiyim YouTube, yəni vlogları çəkən xanımları izləyirəm və bir də görürəm ki, heç abunə olmamışam. Əslində həmin xanımı məsələn sevərək izləyirəm. Yəni bu ola bilir. Ona görə də hər vlogda çalışıram ki, sizə xatırladım. Kızlar, elə evləri toz-soranlayırdım ki, fikirləşdim sizinlə bu toz-soran haqqında fikirlərimi bölüşüm. Məndə fantom toz-soranıdır və çox razıyam. Çox yaxşı, tozları götürmə qabiliyyəti də yaxşıdır. Başı 360 dərəcə dönən başlıqlıdır. Yəni siz də əgər fikirləşirsinizsə belə bir ucuz toz-soran almaq,
bunu nəzərdə tuta bilərsiniz. Mən Trendyoldan gətirmişdim. Linkini istəyən olsa Instagramda paylaşaram. Oradan əldə edə bilərsiniz. İçində düzdür kisə iləndir, amma mən üstündən salfetka qoyuram. Yəni Fairy'nin Sleep'nin salfetləri çox gözəl olur və onu qoyub elə istifadə edirəm. Çox da razıyam. Artıq 1 ildir, bəlkə 1 ildən də çoxdur ki, istifadə edirəm. Yəni uşaqlı evlər üçün məncə mükəmməldir. Yəni bu qiymətə keyfiyyəti çox yaxşıdır. Əgər neçə vaxtdır fikirləşirsinizsə, mən də alanda çox araşdırdım. İnsanların paylaşdıqlarına baxırdım ki, kim razıdır, kim deyil. Düzdür, çox doğru məlumatı belə tam əldə edə bilmirdim ki, hansı forması yaxşıdır. Amma mən sizə onu deyim ki, bunun ilkin variantlarında bu hissə dönmür, ancaq dümdüzdür. Ona fikir verin. Sonradan çıxanlarda belə 360 dərəcə dönən başlıq eləyiblər və bu çox yaxşıdır. Nə xarab olmayıb, nə bir şey. Elə neçə dəfə belə hündürlükdən də düşür. Amma maşallah yaxşıdır, göz dəyməsin. Sizə bu məhsulu yenə də göstərmək istəyirəm. Çünki çox razı qaldığım bir məhsuldur. Mən bunu Nərimanovdan almışdım. Bilmirəm başqa harda tapa bilərsiniz. Nərimanovda Buse mağazası var. Oradan almışdım 7 manata. Razı qaldığım məhsullardan biridir. Hamama girərkən istifadə edirəm üzümə və peeling effekti verir. Heç saxlamağa ehtiyac yoxdur. Əlinizlə ovursunuz və adi suyla yuyursunuz. Yəni bu qədər sadə bir məhsuldur. Uşaqlı analar üzünə maska tətbiq edə bilmir. Çox zaman ya vaxt olmur, ya da enerjimiz çatmır. Bu ən sadə vasitələrdən biridir ki, üzü tərtəmiz edir. Şalvarımın üstü çox pis gündədir. Buna görə də istədim təmizləyim və bunu da sizə göstərmək istəyirəm. Mən bunu səhv etmirəmsə 7 manata almışdım. İndi bilmirəm qiyməti. Bax burada var. 7 manat 80 qəpiyə. Firması da belədir. Yəni tərəddüd etmədən ala bilərsiniz. Belə içində əlavə bir başlığı da var. Hələ ki mən istifadə etməmişəm bu başlığı. Yəni içindəkini istifadə edirəm. Mən bunu elə buradan almışdım. Hoqqa mağazasından almışdım. Düzdür, alanda tərəddüd edirdim, amma çox yaxşı məhsul çıxdı və çox razıyam. Bugün baxım günü kimi bir gün oldu. Buna görə də indi nəmləndirici kremi də çəkirəm və qaşımı da elə gel vuracam qaşıma. Bundan istifadə edirəm. Artıq neçə dəfələrlə mən sizə göstərmişəm. Artıq bəlkə də bezmisiniz. Bunun əvvəlki versiyası daha yaxşı idi. Mən bu formada birini də almışdım. Onu heç bəyənmədim. Bitdi, sonra qurudu, atdım. Ondan sonra yenə getdim bunu aldım. Bu dəfəki yaxşı olub. Əvvəlkinə bənzəyir. Tərkibi, içi. Yəni yaxşıdır. Mənim qaşımı başqa heç nə sabitləyə bilmir. Ancaq bu bot sabitləyir. Nə edirsən? Can, əsəbləşsin. Keçən dəfə bacım bizdə qalanda bundan istifadə elədi və çox xoşuna gəlmişdi. Hardan aldığımı filan da soruşdu. Sizə də maraqlı olar. Aliviyadan almışdım mən Nərimanovdakı. 10 manata düşmüşdü, səhv eləmirəmsə həmin vaxtı. İndi bilmirəm qiyməti neçəyədir. İçində baxın bu qədər qalıb. Mən normalda nəmləndirici krem istifadə edə bilmirdim. Yəni necə? Yadımdan çıxırdı filan, vaxtı keçirdi və atırdım. Bu dəfə isə qarşıma məqsəd qoydum ki, bunu mütləq bitirəcəm və əgər xoşuma gəlsə yenisini də alacağam. Razıyam, pis deyil, yaxşı kremdir. Yenə də maraqlanacağam ki, başqa hansı yaxşı nəmləndiricilər var. Siz də bilirsinizsə, istifadə etdiyiniz varsa rəylərdə yazarsınız. Əgər əvvəlki vloqlarıma baxanlar varsa, burada bunu görmüşlər yəqin. Mən bunu elə o vloqda göstərdim, ondan sonra istifadə eləmədim. Və indi fikirləşirəm ki, istifadə edeyim və baxım görək nə işə yarayır ümumiyyətlə bu. Bu hissəni güclə astım, bağladım və Alena'nın əlinə də bu düşdü. Eybi yox, boş qutudur. Amma istəyir ki, hər şeyi dağıtsın. İndi yoxlamaq istəyirəm ki, bu necədir. İstifadə elədim. Sadəcə tükləri kəsir. Yəni pis deyil. Belə çox lazımlı bir şey də deyil məncə. Amma bunu alanda mən soruşmuşdum ki, bu tükləri kökündən mi çıxarır, yoxsa kəsirmi? Əslində bilirdim cavabını. Yenə də soruşmaq istədim. Bir də mənə demişdilər ki, tükləri kökündən çıxarır, amma çıxarmır. Sadəcə tükləri kəsir.
Deməli qızlar, belə bir resept görmüşdüm dünən. Tavada ıslaq kek. Amma mən bunu sadə keksi olaraq edəcəm. Həm kakaonu çox sevmirəm, həm də evdə kakao olmadığına görə həm də belə bir sadə resept edəcəm. Bilmirəm, ilk dəfədir edirəm. Da yatıb, buna görə də biraz tələsirəm. Tez-tez edib bitirmək istəyirəm. İndi 1 stəkan qatıq və 1 stəkan da duru yağdan istifadə edəcəm. 2 stəkan unu da əlavə etdim. Mən çox zaman qaşıqla ölçürəm. Çünki 5 qaşıq 1 stəkan una bərabərdir. Siz də yoxlaya bilərsiniz. Yəni stəkanı əlavə stəkan çıxarmaya ehtiyac yoxdur. Bundan sonra isə şəkərli vanilin və qabartma tozundan da əlavə edirəm unun üzərinə və yaxşıca qarışdırıram. Tavaya yağ əlavə etmək istəmirəm. Keçən dəfə Rossmanndan belə bir yağlı kağız almışdım. 3 manat neçəsə qəpiyə idi. İçində 30 dənədir. İstəyirəm bundan istifadə edeyim. Bilmirəm amma necə alınacaq. Yağlı kağızı ən yaxşı bu formada tavanın içinə yerləşdirmək olur. Yəni belə əlinizdə əzirsiniz. Bundan sonra rahatlıqla tavada oturur. Kızlar, qorxduğum oldu və Alina oyandı. Kekimi qoyacağım pişsin. Alina'ya da belə bir yeni oyuncaq vermişəm. Onunla biraz oynasın. Burada dəmir var və dəmirin üzərinə vamxod da qoydum. Bilmirəm necə alınacaq, amma inşallah ki yaxşı alınar. Utandırmaz məni. Nəticəmiz belə oldu. Artıq 1 saata yaxındır ki pişir. Bilmirəm içi pişib ya yox. Amma tərsinə də fırlatdım bunu. Tərsinin də bu hissəsini də bişirdim. Qabarması filan pis olmadı. Yəni nəzərə alsaq ki miksersiz eləmişəm. Əlimlə o qədər də çırpmadım həm də. Mənə görə qalınlığı yaxşıdır. Təbii ki sobada olanın dadı tamam başqa olur. İndi bunun dadını bilmirəm. Birazdan kəsəcəm. Onda sizə deyə bilərəm ki dadı necədir. Videoda çox danışdığıma görə mənə uzun gəldi. Buna görə də üstündən səs yazaraq bu hissələri biraz qısaltmaq istəyirəm. Deməli, burada məqsədim o idi ki, belə fincandan istifadə edərək yumru formada keksi kəsim və arasına marketdə satılan skuşonlunun, yəni bir var sadəsi, bir də var bişmiş olanı, ondan istifadə edim. Belə dadlı bir şey hazırlayım. Amma o istədiyim kimi alınmadı. Çünki aldığımız yoldaşıma tapşırmışdım. Yoldaşım da alıb bilməyib, üstündə tarixi filan hər şey normal idi, amma içi xarab çıxdı. Buna görə də onu tulladım və istədiyim kimi edə bilmədim. Və ən sonda sizə göstərəcəm. İçinə meyvə qoydum və o formada da biraz dadı yaxşı oldu. Keks özü şirin olduğuna görə meyvələrlə kivi və apelsindən istifadə elədim və məncə dadlı oldu. Burada da artıq başlayıram axşam yeməyi üçün, heç olmasa dedim kartof bişirim. Çünki keks mənim, əslində keks mənim vaxtımı almamışdı. Amma böldükdən sonra həmin skuşonlunun, yəni pis çıxması filan biraz əsəblərimi pozdu. Amma belə nəticəsi pis olmadı, yaxşı oldu. Kızlar, keklərin son halı belə oldu. İçinə isə belə meyvə qoydum, kivi və portakal. Üstünə də o rəndələdiyim keksin özünü belə bəzək olaraq tökdüm. Belə bir görüntüsü oldu, amma yenə də ürəyimcə olmadı. Bütün işlər bitdikdən sonra isə axşama da sushi sifarişi verdi. Neçə vaxtı yeməmişdi və bu dəfə də Yakutsadan sifariş elədi. Çox dadlı idi. Yakutsanın fresh seti idi və çox dadlı idi. Yəni bu qədər dadlı olacağını gözləmirdim. Və vloqum da burada yekunlaşır. Bu dəfə çox uzun vloq çəkmək istəmədim. Elə qısa alındı. Növbəti vloqlarda görüşərik. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olmağı və mənə dəstək olmağı unutmayın. Növbəti vloqlarda görüşərik. Hələlik.